futbol üzrə təcrübəli məşqçi Ayxan Abbasov komandasının heyətində dəyişikliklərə gedərək 3 futbolçunun xidmətinə ehtiyac duymadığını açıqlayıb. Mütəxəssis bildirib ki, komandada hər oyuncuya zaman və şans verilsə də, bəzi oyuncuların performansı onun gözləntilərinə cavab verməyib. Abbasovun sözlərinə görə hazırki vəziyyətdə komandanın güclənməsinə ehtiyac var və resurslardan daha effektiv istifadə edilməlidir. O əlavə edib ki, futbolçular üzərinə düşəndən artığını etməli, meydanda bütün güclərini ortaya qoymalıdırlar. Bu səbəbdən müəyyən oyuncular heyətdən xaric edilərək yerinə daha dinamik və hazır futbolçular çağırılır. Baş məşqçi həmçinin komandanın taktiki planlarına uyğun olaraq heyətin formalaşdığını və hər bir qərarın komandanın ümumi uğuru üçün verildiyini vurğulayıb. Onun fikrincə, kollektiv ruh və milli ruh yüksəkliyi futbolçuların meydandakı performansını artıran əsas amillərdəndir. Qeyd edək ki, Ayxan Abbasov yaxın zamanda Azərbaycan milli komandası üçün önəmli oyunlara hazırlaşır və heyətin optimallaşdırılması ilə daha güclü nəticələrə imza atmağı hədəfləyir. Onun bu qərarları futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub. Onun bu qərarları futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.